Sözün həqiqi mənasında başı deşməklə qan alırlar. Əvvəlcə boyun sıxılır, sonra alın nahiyəsindən damar deşilir, həmin hissədən isə təzyiqlə qan axıdılır. İddialara görə bu üsulla təzyiq, miqren kimi şikayətlər aradan qalxır. Həkimlər isə istər alternativ tibbdə, istərsə də müasir tibbdə belə bir müalicə üsulunun olmadığını deyirlər. Sosial şəbəkədə bu videoların çox məşhurlaşdığını görürük. Qan itkisi nəticəsində bu xəstələrdə hətta şoka qədər gətirib çıxarda bilər. Bundan başqa infeksiya riski çox yüksəkdir bu xəstələrdə. Bu prosedurdan sonra bizə müraciət edən bir qadın xəstəmiz olmuşdu, gənc xanım. Xəstə ondan sonra kəskin halsızlıq, yorğunluq, ürək getmələri kimi problemlər yaşayır. IVF xəstəni bizə gətirdiyində artıq xəstənin bədəndəki hemoqlobinin 12.5 olması gərəkərkən burada çox təəssüflər olsun 5-ə qədər düşmüşdür. Biz təcili olaraq qan köçürmə prosedurunu elədik. Ondan sonra xəstə özünə gəldi. Amma dediyimiz kimi bəzən ola bilər ki, bunun şansı gətirib ki, ən azından tibbi bir müdaxilədən sonra özünə gəlibdir. Həkimin sözlərinə görə tibbdə oxşar bir prosedur var ki, bu qan alma müalicəsi, yəni flebotomiya adlanır. Qan xəstəliklərində istifadə olunan tibbi proses xüsusi şəraitdə, xüsusi avadanlıqlarla həkim tərəfindən həyata keçirilir.